Salam, bugün Xalqın Gündəmi rubrikasında paytaxtda yaşıl soyqırımı təmiz gələcəyə qənim kəsilib məqaləsinin icmalını təqdim edirik. Yazının müəllifi Vaqif Bayramovdur. Müəllif qeyd edir ki, son illər Bakı şəhərinin siması dəyişir. Yeni parklar salınır, ictimai məkanlar bərpa edilir, geniş miqyaslı yaşıllandırma tədbirləri aparılır. Dövlət başçısı İlham Əliyev tərəfindən bu istiqamət dövlət siyasətinin prioritetlərindən biri kimi vurğulanır. Lakin bütün bu müsbət proseslərin fonunda narahat edici məqamlardan biri də diqqət çəkir. Paytaxtda qanunsuz ağac kəsilməsi halları artır. Vaqif Bayramov yazır ki, ayrı-ayrı ərazilərdə, xüsusilə tikinti işləri aparılan zonalarda yaşıllıqların məhv edilməsi artıq təsadüfi hal xarakteri bağışlamır. Ağaclar kökündən çıxarılır, ərazilər betonlanır. Sonradan isə həmin ərazilərdə kommersiya obyektləri və ya parklanma zonaları salınır. Sakinlərdə isə haqlı olaraq sual yaranır. Bu özbaşınalıqdır, yoxsa sistemli proses? Məqalədə qeyd olunur ki, 1 hektar yaşıllıq sahəsi ildə tonlarla karbon qazını udur, minlərlə kiloqram oksigen hasil edir. Orta ölçülü bir ağac gün ərzində 3 nəfərin nəfəs alması üçün lazım olan oksigeni təmin edir. İqlim dəyişmələrinin sürətləndiyi bu dövrdə hər ağac strateji resurs sayılır. Mövcud qanunvericiliyə əsasən də ağacların kəsilməsinə görə cərimələr tətbiq olunur. Lakin müəllif vurğulayır ki, bəzi hallarda bu cərimələr sahibkarlar üçün tikinti xərclərinin bir hissəsinə çevrilir. Yəni, hüquq pozuntusu iqtisadi baxımdan riskli, amma sərfəli əməliyyat kimi qəbul olunur. Bu isə problemin daha çox cinayət hüquqi müstəvidə qiymətləndirilməsini zəruri edir. Yazıda ekspertlərin mövqeyi də belədir. Ekoloji cinayətlər iqtisadi cinayət kateqoriyasına daxil edilməli, zərər isə ekosistem xidmətlərinin real qiyməti ilə hesablanmalıdır. Rəqəmsal nəzarət sistemləri, açıq reyestrlər, QR kodlu icazə və ictimai monitorinq mexanizmləri tətbiq olunmalıdır. Vaqif Bayramovun gəldiyi nəticə aydındır. Şəhər yaşıllıqlarının sistemli məhvi, sosial, iqtisadi və milli təhlükəsizlik məsələsidir. Çünki bir ağacın kəsilməsi gələcək nəsillərin sağlamlığının riskə atılması deməkdir. Paytaxtın gözəlliyini və gələcəyimizi qorumaqsa hər birimizin məsuliyyətidir. Dinlədiyiniz üçün təşəkkür edirik. Bizi izləməyi və abunə olmağı unutmayın. Sağ olun.